Doğrusu mən onu deyə bilərəm ki, sizə demək olar ki, sosial şəbəkədə ən çox tənqid olunan rayon icra hakimiyyətlərinin başçılarından biri də Cəlilabad rayon icra başçısı Rafiq Cəlloğludur. Buna səbəb rayonda vəziyyət olduqca pik həddə çatdırılıb, vətəndaşlar müxtəlif istiqamətlərdə hökumətdən narazı salınır. Bunun başında nə dayanır deyə bilmərəm. Amma bu xoşa gəlməz hal davam edərsə, hesab edirəm ki, vətəndaşla hökumət arasında ciddi uçurum yarana bilər. Düşünürəm ki, artıq vaxt çatıb, ölkəmizdə cənab prezidentimizin apardığı ciddi islahatlar artıq Cəlilabad rayonunda da geniş miqyasla aparılmalıdır. Bu davam etdirilərsə, təbii ki, bu kimi xoşa gəlməz halların qarşısı vaxtında alınmış olar.